Uzaqda kim var? Bu sual artıq sadəcə xəyalların sualı deyil. Həmçinin bəşəriyyətin bəlkə də bizim qarşımıza qoyduğu əsas suallardan biridir. Bu dəfə biz kosmos haqqında danışacağıq. Kosmosda kimin olduğunu, Marsda kimin olduğunu öyrənməsək də ən azından bizim orada olma fürsətimizin nə qədər az, nə qədər çox olduğunu öyrənməyə çalışacağıq. Qonağımız jurnalist Asil İbrahimova, kontent yaradıcısı Zəhra İmanova və Toğrul Qulzadədir. ADA Universitetində təhsil alır, eyni zamanda kosmosla maraqlanır və Azər kosmosda təcrübə keçir. Yəni biz bu gün kosmosdan danışacağıq. Necə oldu hər birinizdə? Necə maraq yarandı kosmosa? Mən başlayım. Mən Toğrul, bir daha salamlar. ADA Universitetində kompüter elmləri təhsil alıram və artıq 3-cü ilimdir. Əslində uşaqlıqdan belə deyim də kosmos hamıya maraqlı gəlir. Mənə də spesifik bir marağı var idi və əslində düşünməsəm də ki, bəs kosmos yolunda irəliləyə bilərəm. İş elə götürdü ki, International Astronautical Congress-ə qatıldım. İlk dəfə Milanda keçirilmişdi. Oradan sonra yenə davam edərək Azər Kosmosda təcrübə proqramları başladı. Sonra biz Yaponiyada birinci olduq Kansat yarışmasında. Ondan sonra da bu il yenə Avstraliyada International Astronautical Congress-ə yenidən qatıldıq və belə davam edir. Aha. Şəxsən mən heç Azər Kosmosda olmamışam. Necədir orada vəziyyət? Nə baş verir? Nə edirsiniz? Əla, işləyirik. Yeni akademiya da yarandı. Hansı ki, artıq gənclərin kosmos yönümlü inkişafına töhfə vermək üçün fəaliyyət göstəririk. Mən də elə orada proqram keçirəm, təcrübə proqramı keçirəm və kifayət qədər uğurlu işlər görürük deyə düşünürəm. Konkret işlərlə bağlı danışarıq, amma gəlin həmçinin bu görülən işlərin tanıdılması, populyarlaşdırılması haqqında danışaq. Nəyə görə məhz kosmosla bağlı kontent yaratmağa qərar verdiniz? Mən təhsil almışam Kosmik Texnika Mühəndisliyi üzrə Milli Aviasiya Akademiyasında və mənim təhsil aldığım dövrlərdə də hələ yeni yaranmış bir sahə idi. Belə deyim də 2010-ların əvvəlindən bizdə, bizim ölkədə baxmayaraq ki, belə deyək, bu kosmik irsimiz çox gedib qədimlərə dayanır. Buna baxmayaraq bizdə yenidən öz müstəqilliyimizi əldə edəndən sonrakı illərdə 2010-cu illərə təsadüf eləyir. Kosmik söhbətlərin başlanğıcı belə deyək və mənim təhsil aldığım vaxta gəlir düşür və mən o illərdə bunu hiss eləyirdim ki, Azərbaycanda ümumiyyətlə kosmik savadlılıq çox azdır. İnsanlar arasında çox geniş yayılmış, düzgün olmayan məlumatlar var və s. və başa düşdüm ki, kimsə bu məlumatları çatdırmalıdır cəmiyyətə və fikirləşdim ki, bu niyə də mən olmayım? Çünki danışmaq sevirəm, kosmosu sevirəm və beləliklə də Zəhra Kosmosda adlı platformanı yaratdım. Hansı ki, orada hal-hazırda da kontent, belə deyək, məzmun yaradıcısıyam. Və belə davam elədi. Düzdür, bununla yanaşı həmçinin innovasiya sahəsində çalışıram. İndi necədir sizcə vəziyyət məlumatlıq baxımından və əgər artıbsa, sizin rolunuz haqqında nə düşünürsünüz? İndi daha yaxşıdır. Çünki mən görürəm ki, hal-hazırda yalnız mən deyiləm. Bir neçə bu ümumiyyətlə kosmos sahəsində olmasa da elmin populyarlaşdırılması sahəsində yaxşı məzmun yaradıcıları var. Az da olsa ən azından bir işıq var deyərdim. Ona görə də indi daha çox belə deyərdim, məlumata çatımlıq olduğu üçün insanlar da necə çatdığını bildiyi üçün asan yollarla biraz daha çoxdur məlumatlıq. Asil, məsələ burasındadır ki, həm Zəhra, həm də Toğrul texniki sahələrdən gəliblər və onlarda bəlkə də kosmosa həvəs olması çox normaldır. Sizdə necə oldu? Yəni kosmosa həvəs yarandı? Çox sağ olun sualınıza görə. Bəlkə bizi izləyənlərdən bəziləri xatırlayacaq. 2 il əvvəl bu studiyada mən Bənövşənin yerində idim. Mən də MAG-in aparıcılarından biri idim. Hamı kimi mənim də kosmosa çox böyük marağım vardı. Çünki bilinməyən hər birimizə maraqlıdır. Xüsusilə ona görə ki, kosmos mən düşünürəm ki, bizim yaradılışımızın səbəblərini, başlanğıcını özündə daşıyır və bunu öyrənmək bir insan olaraq bizim hər birimizə çox maraqlıdır və 2 il əvvəl biz ilk dəfə Zəhra ilə tanış olduq bu studiyada. Mən ilk dəfə olaraq daha əvvəl kosmos haqqında veriliş hazırlamamışdım. Biz bu barədə həm söhbət olduq. Mən Zəhradan çox böyük ilham aldım, onun gördüyü işlərdən, onunla olan söhbətlərimizdən və beləcə mən də başladım bu sahədə fəaliyyət göstərməyə. Və qeyd edeyim ki, Zəhra həm də mənə ona görə ilham verdi ki, görüm ki, əslində hər kəs öz sahəsinə uyğun formada kosmosla bağlı fəaliyyət göstərə bilər. Dedim, mən də niyə jurnalist olaraq öz sahəmə bunu tətbiq eləməyim və beləcə mən başladım daha çox kosmos haqqında danışmağa və təxminən 1 il sonra mən Azər Kosmosun qadınlar üçün kosmos mentorluq proqramına seçilmiş ilk 5 xanımdan biri oldum və beləcə belə deyək, mən addımlamağa başladım. Kosmos yolunuz davam etdi. Biz demişdik konkret işlərdən danışacağıq. Toğrul, gəlin gecikdirməyək. Azər Kosmosda konkret
olaraq hansı layihələr hazırda həyata keçirilir? Hal-hazırda əslində gənclərin nəsil inkişaf proqramlarından biraz bəhs eləmək istəyərdim. Biz keçən il ilk dəfə əslində 2 il əvvələ dayanır bunun başlanğıcı, lakin ətraflı şəkildə keçən il 52 nəfərlə Milana getdik, hansı ki dünyanın ən böyük konqreslərindən biridir və astronavtika üzrə hətta ən böyük konqresidir və Azərbaycandan bir çox məqalə yazdı. Orada Zəhranın da məqaləsi var idi, mənim də məqaləm var idi və 52 tələbə və müəllim heyəti ilə birlikdə biz Milan şəhərinə getdik və bir həftə orada Azərbaycanı təmsil elədik. Və maraqlısı burasındadır ki, bu bayaq danışdığımız kimi qıvılcım bütün belə deyim universitetlərə yayıldı və bu il artıq Amerikadan sonra ikinci ən çox məqalə göndərən ölkə olduq. Hətta digər United Kingdom və sair kimi ölkələri də qabaqda qoyaraq, arxada qoyaraq əslində çox böyük bir uğura imza atdıq və bu il 53 nəfərlə. Baxmayaraq ki, çox uzaqdır, Sidneyə getdik, Avstraliyaya getdik. Hətta maraqlısı budur ki, 52 nəfərlə getdik və Bakıdan Sidneyə getmək hər hansı bir kosmik belə deyim, ISS-ə getməkdən daha çox vaxt alır. Nə haqqında yazmışdınız? Mənim keçənki məqaləm networking haqqında idi, hansı ki bizim Marsla yer arasında olan kommunikasiyanı necə daha belə deyim inkişaf elətdirə bilərik və necə daha verimli bir kommunikasiya edə bilərik. Bu ilki isə daha çox bunun güvənlik hissəsinə fokuslanırdı. Çox yaxşı bir məqama toxundunuz. Çünki biz bu gün əslində daha çox Marsdan danışmağa qərar vermişdik. Hər birinizdən öyrənmək istəyirəm. Siz necə Marsda yaşamağı planlaşdırardınız? Sizin üçün yəqin ki, buradan çıxanda belə əlimə bilet versəydilər Marsa gedirsən, qaça-qaça. Nə qədər? Mən çox istərdim, çünki əslində ən böyük xəyallarımdan biri də mənim qara dəliyə səyahət eləməkdir. Sözün əsasında məncə o xəyaldır bu, mümkün olmayacaq bir şeydir, amma Mars biraz daha realistikdir. Düzdür, daha çox realistik olsam başa düşürəm ki, bu mənim dövrümdə mümkün olmayacaq, amma yenə də belə bir şans olsa eləyərdim. Siz necə? Passenger adlı bir film var, bəlkə də çoxları izləyib. Orada yeni bir planet kəşf olunur və könüllü sürətdə bir çox insan gedir. Və ora gedənlərin də biz indi personaj olaraq 2 nəfəri görürük və getmə səbəblərini danışırlar. Düşünürəm ki, digərlərinə də bunu şamil edəcəkdilər. Onların ortaq xüsusiyyəti odur ki, onlar artıq yerdə xoşbəxtliyi tapa bilməyəcəklərini düşündükləri üçün gedir. Biri ailəvi məsələlərdən ən yaxınlarını itirir. Digəri isə artıq belə deyək də özünü doğrulda bilmədiyini bu dünyada düşünür. Ona görə yeni bir dünya axtarışındadır. Yəni ona görə düşünürəm ki, bu planetlə bağlı çoxlu planlarım var hələ ki. Ona görə mən bəlkə də yox deyərdim, o könüllərdən biri olmazdım. Getmək üçün səbəblərdən danışdınız, həmin filmdəki səbəblərdən. Sizin səbəbiniz nə olardı? Mənim səbəbim maraqlısı burdadır ki, biz Marsa getmək istəyiriksə, orada ən son texnoloji biliklər, avadanlıqlarla təchiz olunmaqdan əlavə gərək biz ibtidai insanın sahib olduğu daha əvvəl bacarıqlara da sahib olaq, əsas həyati bacarıqlara da sahib olaq. Məsəl üçün nələrsə əkmək, becərmək, sıfırdan toplamaq, hazır mağazadan almaq olmayacaq. Mən məsəl üçün bunu bilmək istəyərdim. Bəlkə də özümlə tək qalıb doğrudan da yaradılışın o həm ən son inkişaf etmiş halını, həm də ibtidai halını, ilkin belə eyni anda yaşayanda bəlkə də insan olaraq o yaradılışımın belə deyək məqsədini və belə deyək o əsas mənalarını tapa bilərdim. Məncə getsəydim buna görə gedərdim. Daha çox özünüzü tanımaq üçün hardasa. Siz Toğrul? Məndə də yerdə daha çox planlarım olduğunu düşünürəm və məni göndərdik. Və məsələ burasındadır ki, baxmayaraq ki, bəli, koloniyalara getməyə adam lazımdır, lakin onların oraya gedib çıxa bilməsi üçün də arxada əslində böyük bir mühəndislik gücü və s. lazımdır və prosedurdan daha çox belə deyim zövq alan biri olaraq yəqin qalmağı planlaşdırardım. Və əslində Ayselin də qeyd etdiyi kimi oraya gedəndə də həm fiziki, həm mənəvi, həm belə deyim ibtidai tərəfdən çox geniş bilgiyə sahib olmaq lazımdır və əlavə olaraq mühəndislik, tibb və s. kimi də bilgilərə sahib olmaq lazımdır. Hətta bunu yoxlayırlar. Bunu əlavə eləmək istəyərdim. Biz ötən illərdə səhv eləmirəmsə bir neçə astronavtı hələ getməyiblər. Hələ Mars planı indi düzəlir ki, Artemislə biz Marsa insan göndərib, Aya hətta göndərib sonra Marsa göndərəcəyik. Və onları qapalı bir bunker kimi bir yerə saldılar və artıq 2-3 il orada yaşayıb sadəcə bir-birləri ilə, bayırla heç kimlə danışa bilməzlər. Ailələri ilə belə danışa bilmirlər. Yoxlayaraq ki, artıq bilmirəm vaxtın nə qədər olduğunu xatırlamıram, amma axıra qədər kimlər gedə biləcəksə artıq onların içərisindən seçib göndərilməsi tələb olunur. Siz o dözümlülüyü özünüzdə görürsünüz?
Ekstremal şəraitdə niyə də yox. Lakin dediyim kimi prosedurdan daha çox maraq aldığımı düşünürəm və yerdə qalmaq daha maraqlıdır. Ayşəl getmədi, Toğrul da getmədi. Zəhra siz getdinizsə, əgər bizə Marsdan nə gətirərdi? Sən bu suala cavabınızda gəlin kosmos haqqında biraz məlumat almış olaq. Marsda nə var? Hal-hazırda yəqin ki, getsəm, ən son belə deyək də, xəbərlərdən demiş olum həm də biraz belə daha mənalı və məntiqli bir arqument gətirim ki, ən sonuncu Perseverance adlı bir rover kosmik aparat, robot belə deyək, Marsın səthində hal-hazırda gəzir və o sadəcə gəzməklə qalmır, həmçinin də nümunələr toplayır Marsdan. Hansı ki, ən sonuncu biraz da wow effekti yaradan bir şeydir ki, insanlar belə tirajladılar ki, əslində məlumatı həmçinin də Marsda həyat mı tapılıb? Əslində həyat tapılıb demək çox erkəndir. Hələ ki, həmin nümunələri belə deyək, yoxlamadan, amma həyatın ola biləcəyinə dair çox yaxşı nümunələr olduğunu düşünürlər. Və hal-hazırda həmin nümunələri yerə yetirmək üçün də çox təəssüf ki, büdcə yoxdur, çox gecikir. İllərdə həmin bu missiya yəqin ki, həmin nümunələri götürüb gətirərdi. Biz sizə yaxşı bir çanta çox sevə-sevə təşkil eləyərdik. Gəlin bu suala cavabınızı əsaslanıb yanlış məlumatlardan danışaq. Söhbətin ən əvvəlində də toxunmuşduq bu məsələyə. Ümumiyyətlə kosmosla bağlı hansı yanlış fikirlər var və necə düzəldərdiniz? Yəqin ki, ilk üçlük heç şübhəsiz ki, yad planetlilər Aya doğrudan getmişikmi və üçüncüdə biraz qərarsam, amma yəqin ki, ya düz dünya ilə bağlı olandı. Digərdəki astronomiya ilə insanların astrologiyanı qarışdırmasındandır. Çünki ulduzlar bizim taleyimizi yazmır, demir, sadəcə bizə yol göstərə bilərlər. O da ki, kosmosda, çünki kosmosda idarə, naviqasiya üçün istifadə olunan kosmik aparatlarda qurğulardan biri də sırf kosmosda ulduzların yerinə əsasən bizə yolumuzu göstərən bir aparatdır. Yəni ən maksimum bu formada kömək eləyə bilərlər. Qısası bir-birlərə də inanmırsınız? İnanılmalı olan bir şey olmadığına görə və insanların sadəcə maraqdan belə deyək də eyni şeyə qayıdır ki, icma belə deyək də ibtidai icma quruluşu vaxtı, insanların çox ibtidai hissləri olan vaxtı, ümumiyyətlə biz icma halında yaşamağı, toplum olaraq bir şeylərə inanmağı, bu bizə bir növ belə deyim də bir yerdə qalmaq üçün və eyni dəyərlər uğrunda mübarizə aparmaq üçün yaxşı bir səbəb verir. Necə ki, dinlər bu formada yaranıb, necə ki, məncə astrologiya da bu formada yaranıb, onlardan biridir. Aysel, yəqin ki, yox 100% yanlış məlumat, informasiya jurnalistin ən sevmədiyi şeydir. Bu mənada siz kosmosla bağlı hansı yanlış fikirləri bilirsiniz, tez-tez eşidirsiniz və düzəltmək istəyərdiniz? Yanlış məlumat yox, amma fikir deyərdim. Təfəkkür forması deyərdim. Deyirlər ki, ən çox eşitdiyim sual, bir paylaşım eləyəndə kosmosla bağlı ən çox aldığım rəy odur ki, yerdəki problemləri düzəltdinizmi, göyə qalxırsınız. Və mən istəyərdim ki, biz bunu başa düşək ki, biz kosmosa sadəcə kosmosu görmək üçün, yeni bir planet kəşf etmək üçün, B planetimiz də olsun deyə yox, yerdəki bəzi problemləri həll etmək üçün, yerdə həlli mümkün olmayan müəyyən problemləri kosmik belə deyək də şəraitdə, yəni yerin qravitasiya sahəsinin olmadığı şəraitdə həll etməyə çalışaq. Necə misal göstərərdiniz? Bu misalları mən düşünürəm ki, bizim texniki sahədə ixtisaslaşmış dostlarımız daha yaxşı nümunələrlə izah edə bilər. Amma yenə də dediyim kimi, ən çox geniş yayılmış və biraz da kosmosa marağı olan insanların həvəsini öldürən yanlış təfəkkür forması budur. Toğrul, yerdəki problemlərimizi necə kosmosla həll edə bilərik? Çox gözəl məqama toxundu əslində Aysel xanım və burada əslində dediyimiz kimi problemlərdən biri budur ki, çoxsu fikirləşir ki, o qədər pul xərcləyirik, siz dediyiniz kimi yerdə o qədər problem var və bunları həll etmək qalıb və biz kosmosa gedirik. Lakin kosmosda, yəni belə deyim, əslində bir çox texnologiyada bu gün bizim istifadə olunur ya hərbidə ilk dəfə tapılıb, ya da ki kosmik araşdırmalar nəticəsində tapılıb. Bunlardan biri elə telekommunikasiyada, hansı ki GPS-i bura əlavə edə bilərik. Kosmik araşdırmalar olmasaydı mən bura gələndə belə tapa bilməyəcəkdim çox güman. 10 nəfərdən soruşub sonra bəlkə tapardım. Ondan əlavə gündəlik istifadə etdiyimiz bəzi belə deyim alətlər də var. Hansı ki tozsoğan belə əslində kosmosda kəşf olunub. Oradakı belə deyim qalıqları və sair yığıb avadanlıqlara ziyan verməməsi üçün kəşf olunub və ya ağıllı yastıqlar var. Biz də yatanda da istifadə edirik, bəzi alətlərin içərisində də istifadə edirik. Bunlar da əslində belə deyim, astronavtların geyimlərinin içərisində yatdıqları yerlərdə istifadə olunmaq üçün tapılıb. Sonradan görürlər biz bunu dünyada da istifadə edə bilərik və istifadə eləmişik və belə
milyonlarla şey var ki, saya bilərik və axır gəlməz. Aha. Gəlin düzəltmək istədiyimiz kosmosla bağlı yanlış faktlar salına sizdən də cavab alaq. Onlardan biri yəqin ki, kosmosun nə qədər böyük olduğunu insanlar dərk eləmirlər. Çünki məsələn, bizdə modellər və s. var. Məsələn, belə dünyanın modeli və ya Günəş sisteminin modeli orada belə çox kiçildilmiş vəziyyətdə olduğu üçün və o qədər də texniki olaraq bilgisi olmayan insanlar üçün çox kiçik gəlir. Aha, buradan burada da məsələn uçacağıq, getdik Marsa, getdik Yupiterə və s. axır. Lakin məsafələr o qədər böyükdür ki, yəni atomdan daha kiçik qalırıq bir yüksəkliyə çıxandan sonra. Aha. Gəlin Ayselin sıfırdan başlamaq, ibtidai biliklərə sahib olmaq, həmin o fikirlərinə əsaslanıb bir suala cavab tapaq. Əgər Marsda bir koloniya qurulsaydı, sizcə ora getməli olan ilk 100 insan hansı peşələrə sahib olmalı idi, hansı göstəricilərə sahib olmalı idi? Cavabınız necə olardı? Mən fikirləşirəm ki, burada biz baxmalıyıq ki, biz sadəcə texniki insanları göndərsək, bu düzgün olmaz. Biz yəni sadəcə bir qrup insanı deyil də, orada fərqliliklər olmalıdır. Çünki bizi yerdə də gözəl eləyən həmin o fərqliliklərimizdir və biz onları özümüzdən götürməliyik. Orada nə bilim, yazıçı da olmalıdır ki, Marsı tərənnüm eləsin. Orada bəstəkar da olmalıdır. Bəlkə oradan ilhamlanıb çox gözəl bir əsərlər eləsin. İşin necə sənət tərəfi bir qırağa qalsa və texnik tərəfi bir qırağa qalsa, orada həmçinin bəlkə hüquqşünaslar da olmalıdır ki, müəyyən həmçinin siyasətçilərin hamı olmalıdır ki, biz yetkin bir orada toplum qura bilək, hansı ki ehtiyacımız olan əslində budur. Yəni ona görə deyərdim ki, hər birindən biraz Nuhun gəmisini xatırladır da. Yəni necə ki Nuhun gəmisində o rəvayətdə deyilir ki, hər heyvan cinsindən götürməliyik. Düzgün analogiya olmasa da tam olaraq, amma analogiya buna bənzərdir ki, hər peşə sahibindən ora aparmalıyıq özümüzdən. Aha. Buyurun Aysel. Məni bir məsələ maraqlandırır ki, ora gedənlərin belə deyək də yəqin ki, onlar artıq özünü tapmış insanlar olmalı olacaqlar. Onlar gedib orada belə deyək də yaradılışla bağlı o krizislərdən keçməməlidirlər. Mən görəsən hansı sahəni seçim, harda özümü tapa bilərəm, nədə yaxşıyam, bunları psixoloji problemlərini həll etmiş insanları özünü tanımış və potensialını müəyyən səviyyədə reallaşdırmış şəxslər olmalıdır ki, doğrudan da bir icma qurulsun və o icmaya necəsə töhfə verə bilsin və orada düşünürəm ki, sıfırdan nəyisə öyrənməyə, ixtisaslaşmağa və s. o qədər də imkanları olmayacaq. Ola bilsin ki, yanlarındakı o icma nümayəndələri onlara dəstək olacaq, nələrisə inkişaf elətdirməyə. Amma yenə də dediyimiz kimi bir ixtisaslı yox, astronavtlar necə ki, həm tibb sahəsində, kimya, fizika, biologiya və s. bir neçə sahədə ixtisaslaşmış şəxslər olurlar ki, onlar belə deyək, yerdən asılılıqlarını maksimum səviyyədə azaltsınlar. Biz də Marsda əgər koloniya quracağıqsa, yəqin ki, yerdən asılılığımızı maksimum səviyyədə azaltmaq üçün orada belə deyək, çox ixtisaslı şəxslər olmalı olacaq. Siz hər şeyşünasları yəni göndərərdiniz həmin 100 nəfər? Mən düşünürəm ki, ilkin mərhələdə elə olmalıdır. Buyurun. Elədir ki, bax, daha çox şey bilən insanlar lazımdır. Çünki yerdən asılılıq haqqında heç fikirləşə də bilmirik yolda. Çünki 2 ildən bir dəfə raket göndərə bilərik. O da niyə? Çünki Marsla yerin məsafəsi çox yaxınlaşır bir-birinə. Orada da ki 6 aya gedib çatırlar. Məsələn, orada ən belə deyim böyük problemlərdən biri tibb sahəsində ola bilər. Hansı ki bir adama nəsə oldu ki, ekstremal şərait olduğunu nəzərə alsaq, yıxılma halları, digər hallar və belə deyim travma alma ehtimalları çoxdur. Yəni biz bunun üçün gözləyə bilmərik ki, bunun üçün bir raket göndərək, yenidən yerə qaytaraq və s. və bu problemlərə görə məncə kifayət qədər yəni həm mühəndisliyi bilən, həm tibb, həm hətta psixologiya sahəsində belə ehtiyac var. Hətta bizdə məqalələr də var idi. Azərbaycandan da yazılmış ehtiyac var. NASA və SpaceX-in kosmos planlarında hansı fərqlər var və sizə hansıları daha çox yaxındır? NASA biraz daha çox dövlət xeyrinə, daha doğrusu dövlət əslində qurum olduğu üçün dövlət xeyrinə davam eləyir və burada əslində dediyimiz kimi maksimum özlərinə necə fayda veriləcəyi haqqında. Lakin əslində SpaceX də bunu qıran şirkətlərdən biri oldu. Hansı ki, insanların çoxsu fikirləşirdi ki, kosmos dedikdə sadəcə dövlətin büdcəsi çata bilən bir şeydir. Çünki çox bahalıdır, milyardlar gedir. Lakin SpaceX ilə birlikdə sonradan Blue Origin və digər şirkətlərlə birlikdə artıq başladı ki, korporativ belə deyim Space Exploration və SpaceX-in missiyası əslində hal-hazırda hardasa NASA ilə ortaq məxrəcə gəlir belə deyərdim. Çünki Artemisdə onlar bir yerdə işləyəcəklər, aya yenidən insan göndərməkdə. Lakin korporasiyaların daha çoxunluqla belə deyək, daha çox biznes yönümlü baxırlar əlbəttə ki, necə daha çox insan çıxardarıq, onu necə pula çevirərik və s.
Lakin hal-hazırda SpaceX-in ən böyük ümidlərindən və bəlkə xəyallarından biri dünyanın ən böyük raketini düzəldib, eyni vaxtda daha çox böyük kütlədə belə deyək cisimlər və insanlar göndərməkdir ki, bunu eləyə bilsələr bizim belə deyim kosmik sənayeni çox irəli atacaqlar. Çünki bu vaxta qədər olan raketlərimiz çox kiçik belə deyim ağırlıqdakı əşyaları və sair göndərib və maksimum 12 nəfərə qədər, hansı ki Space Shuttle idi və hal-hazırda artıq istifadə olunmur, göndərə bilirdik. Lakin elə bir texnologiya həqiqətən bizi qabağa atacağını düşünürəm. Çox cəlbedici plandır əslində. Buyurun. Mən deyərdim ki, qısaca olaraq mənə elə gəlir ki, NASA daha təmkinlə irəliləyir. SpaceX isə daha ambisiyalıdır, daha sürətlə nələrsə həll etməyə çalışır. Əgər səhvim varsa düzəldərsiniz. NASA bildiyim qədərilə aydan dayanacaq kimi istifadə etmək istəyir. Əvvəl aya getmək, daha sonra mərhələli şəkildə Marsda belə deyək, koloniyaların qurulmasına nail olmaq istəyir, amma SpaceX birbaşa olaraq Marsa hədəfləyir. Marsa insan göndərmək də yox, Marsa birbaşa koloniyaların qurulmasını istəyir. Bu isə əlbəttə ki, bir qədər qorxulu səslənir, bir qədər daha təhlükəli səslənir. Amma deyərdim ki, daha ambisiyalıdır və SpaceX-in bu qədər belə deyək, ambisiyalı olmasından sonra mənə elə gəlir ki, kosmos sahəsinə dünyada daha çox maraq artıb. Sizə onda bu ambisiya cəlb edir və siz SpaceX-dən yanasınız. Mən əslində NASA-dan yanayam. Çox qısa əslində deyilənlərə belə deyim də yekunlaşdırsaq, günün sonunda ona gəlirik ki, NASA-nın məqsədi əslində elmi araşdırmalardır. SpaceX-in də məqsədi həmin elmi araşdırmaların işığında insanları kosmosa göndərməkdir. Əslində elə bu buraxılışımızı da yekunlaşdırırıq. Təkcə bu sualı və sualın nəticəsini yox. Hər birinizə təşəkkür edirəm. Fəaliyyətinizdə, xüsusilə kosmosla bağlı fəaliyyətinizdə uğurlar arzulayırıq. Çox sağ olun. Artıq Mars nəsli adında populyar bir ifadə var. Bu da yəqin ki, ora getmək istəyənlərin çox olmasından qaynaqlanan bir fikirdir. Mən dəqiq bilmirəm. Süjeti izləsək, hər birimiz birlikdə öyrənərik. İnsan tarix boyu səmaya baxaraq bir sual verib. Orada nə var? Günümüzdə bu sual sadəcə xəyallarda deyil, laboratoriyalarda, raket anqarlarında, kompüter ekranlarında kod sətirlərində yaşayır. Mars dəsti ilə Mars artıq ulduz nağılı deyil, real hədəfdir. Minlərlə insan bu hədəfə doğru işləyir. Bəziləri NASA-nın idarələrində, bəziləri SpaceX-in zavodlarında, bəziləri isə sadəcə evdə kompüter qarşısında yeni texnologiyaları sınaqdan keçirir. Mars nəsli üçün planetlər arasındakı səyahət elmi fantastika deyil, insanlığın növbəti mərhələsidir. Elon Musk illərdir çıxışlarında deyir, insan bir planetdə qalmaq üçün yaranmayıb. Onun Starship raketləri yüz minlərlə kilometr uzaqdakı qırmızı planeti hədəfləyir. NASA isə Artemis proqramı ilə Aya dönüşə hazırlaşır. Çünki onlar düşünür ki, Marsa gedən yol ayın tozundan başlayır. Amma Marsa getmək yalnız texnologiya məsələsi deyil. Bu insanın özünü sınamaq cəsarətidir. Radiasiya, əlverişsiz hava və oksigen, uzun illər tək qalmaq. Orada yaşamaq bədənlə yanaşı zehni də sınağa çəkəcək. Buna baxmayaraq, bəlkə də hər uğursuz sınaq, hər partlayan raket bizi Marsa bir addımda yaxınlaşdırır. Mars nəsli sənədli filmi də məhz bu fikrin utopiyadan çıxdığını bizə bir daha yaxından göstərir desək, yəqin ki, yanılmarıq. Filmdə gənclər roket alışdırmağa çalışır, ulduz xəritəsi çəkir. Onların gözündə eyni parıltı var. Bəlkə mən Marsa gedəcəm. Bəlkə doğrudan da Marsa ilk ayaq basacaq insan artıq doğulub. Mars nəsli. Bu gələcəyin adıdır. Onlar üçün Mars uzaq deyil, sadəcə növbəti ünvandır. Belə dostlar, bir buraxılışımızın da sonuna çatdıq. Siz isə bizi sosial media hesablarımızdan izləməyi, rəy və təkliflərinizi yazmağı unutmayın. Hərik!